Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleyküm, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bəhsimiz xanım Fatimə Zəhra Salamullah əleyhanın həyatı haqqında idi. Xanım Zəhra haqqında bir sıra məsələlərə işarə olundu. Yetişdik xanım Zəhranın uşaqlıq dövrünə. Həzrəti xanım Fatimə Zəhra Salamullah əleyhanın uşaqlıq dövrü də demək olar ki, Məkkədə çox acınacaqlı şəkildə keçmişdir. Mən istəmirəm Məkkədə baş verən, o İslamın bu acınacaqlı vaxtında baş verən hadisələrə işarə edəm. Amma xanım Zəhra Salamullah əleyhanın uşaqlıq dövrü haqqında danışanda məcburuq ki, bəzi məsələlərə işarə edək. Xanım Zəhra Salamullah əleyha 2 yaşında olarkən Peyğəmbər sallallahu aleyhi və səlləm və ona iman gətirən qohum-əqrəbaları və digər iman gətirən möminlər müşriklər tərəfindən iqtisadi və ictimai bloqadaya salındı. Belə ki, bunun səbəbində qeyd edirlər ki, bütpərəstlər, müşriklər artıq gördülər ki, Peyğəmbər günü-gündən inkişaf eləməkdədir. Ona iman gətirənlərin sayı həddindən artıq çoxdur. Peyğəmbəri və Peyğəmbərin gətirdiyi dini və o müsəlmanları çətin vəziyyətə salmaq məqsədi ilə ictimai və iqtisadi baxımdan istəyirlər Peyğəmbərə təzyiqlər eləsinlər. Və məşhur bir hadisə ki, Peyğəmbər onların özünə məxsus bir müqaviləsi olur. Onlar Məkkədə yığılırlar, bir müqavilə bağlayırlar. O müqavilə əsasında heç kimin ixtiyarı yoxdur. Peyğəmbər və ona iman gətirən mömin və müsəlmanlara bir şey satsınlar, bir şey alsınlar. Həm iqtisadi baxımından çətinliyə düçar olurlar, həm də ki, ictimai baxımdan, həm iqtisadi, həm ictimai. İctimaidə heç kimin əlaqəsi olmur. Bu dövran təqribən 3 il çəkir. 3 il Peyğəmbər və mömin ona iman gətirənlər Şöb-i Əbi Talibdə. Şöb həqiqətdə dərə deməkdir. O zaman Məkkənin o dağlarında və dağların ətəyində müxtəlif dərələr var idi. O hər bir dərədə yaşamaq üçün əlverişli yerlər var idi və bu yalnız və yalnız Əbu Talibə aid deyildi. Digər şəxslərin də, böyük şəxslərin də özünə məxsus o dərələri var idi. Orada bəzən yaşayardılar. O dərələrdən o biri də Həzrəti Əbu Talib əleyhissalama məxsus idi ki, Peyğəmbər və ona iman gətirənlər, o cümlədən xanım Fatimə Zəhra Salamullah əleyha 2 yaşında köç etməli olurlar. Həmin bu Şöb-i Əbi Talibə 3 il belə bir vəziyyətdə yaşayırlar. Və iqtisadi baxımdan, ictimai baxımdan həqiqətən çox təzyiqlər, aclıq, hətta qeyd edirlər ki, o dövrdə o müsəlmanlar bəzən bir dənə xurma, yəni gün ərzində bir dənə xurma vasitəsilə qidalanırdılar. Xanım Zəhra Salamullah əleyhada 2 yaşında olarkən bu vəziyyətə düçar olur. O Şöb-i Əbi Talibdə 3 il müddətində qalır və bu çətin günləri uşaqlığında yaşamalı olur. Və xanım Zəhra Salamullah əleyha 5 yaşında olarkən artıq bu mühasirədən azad olurlar və bunun da özünə məxsus səbəbləri var idi. Nə üçün 3 il və bu 3 il müddətində necə yaşadılar və təbii olaraq xanım Xədicə Salamullah əleyhanın sərvəti bu yolda müsəlmanlara istifadə olundu. Amma 3 il az bir vaxt deyil və hər bir tərəfdən blokadada, ictimai baxımdan, iqtisadi baxımdan çətin günlər idi. Xanım Zəhra Salamullah əleyha 2 yaşından 5 yaşına qədər belə bir şəraitdə Şöb-i Əbi Talibdə yaşamışdır. 3 ildən sonra ki, Şöb-i Əbi Talibdən azad olurlar və təbii yaşayışlarına qayıdırlar və xanımın artıq 5 yaşı var idi. Bu dövrdə də xanıma bir ağır, böyük bir itki üz verir və o mehriban anası olan xanım Xədicə Salamullah əleyhanı əldən verməli olur. Və xanım Xədicə Salamullah əleyha dünyasını dəyişir. Bu da xanım Fatimə Zəhra Salamullah əleyhanın uşaqlıq vaxtında gördüyü o çətinlikdən, o ağrılı, acılı hadisələrdən biri idi ki, 5 yaşında anasını, o mehriban xanımı əldən vermişdi.
Burada mən xanım Xədicə salamullahi əleyhanın istəyirəm vəsiyyətinə də işarə edəm. Həm xanımın əzəmətini göstərir və həm eyni zamanda xanım Fatimə-i Zəhra salamullahi əleyha ki, artıq anasız böyüməli idi, anasız bəxt evinə getməli idi. Xanım Xədicə salamullahi əleyha o vaxtında da, yəni ölüm anında da xanım Fatimə-i Zəhranı bir ana kimi düşünürdü. Nəql edirlər ki, Həzrəti Xədicə salamullahi əleyha Beysətin 10-cu ilində, Şöbə Əbi Talibdən çıxandan sonra bu çətinlikləri gördükdən sonra bütün varını, dövlətini, sərvətini Peyğəmbərə, ona iman gətirən möminlərə istifadə etdikdən sonra xəstələnir. Və xəstəlik anında belə bir vəsiyyəti vardı. Peyğəmbərdən istəyir ki, onun vəsiyyətlərini eşitsin, xanım Xədicənin vəsiyyətlərini eşitsin. Xanım Xədicənin vəsiyyətlərinin başlanğıcı belə olur Peyğəmbərə nisbətdə. Deyir, ya Rəsuləllah, fə inni qasirətun fi həqqikə. Çox əcibdir. Yəni, xanım Xədicə ki, özü bir sərvətli bir xanım idi, imkanlı bir xanım idi və bütün sərvətinin hamısının bəzən tarixdə onun sərvəti haqqında, malı mülkü haqqında o qədər yazırlar ki, 1000-ə yaxın dəvə, başqa malı mülkü, adam təəccüb edir. Lakin bunların hamısını xanım Xədicə Peyğəmbər üçün, İslam üçün, Quran yolunda, Allah yolunda xərcləyir. Amma eyni zamanda vəsiyyətinə başlayanda Peyğəmbərə belə deyir ki, ya Rəsuləllah, fə inni qasirətun fi həqqikə. Mən sənin haqqında, sənin barəndə təqsirim vardır. Lazımı qədərində sənin haqqı, hüquqları riayət eləməmişəm. Fə'fun ya Rəsuləllah, ey Allahın Rəsulü, məni bağışla. Bu qədər Peyğəmbərin qulluğunda, hətta özünü Peyğəmbər üçün, öz evi ki var idi, xanım Xədicənin evi idi. Peyğəmbərə deyir ki, əl-beytu beytuk, bu ev mənim yox, artıq bu gündən sənin evindir. Və mən də sənin kənizünəm. Özün kəniz adlandırır. Və belə bir şəxsiyyət Peyğəmbərə deyir ki, ya Rəsuləllah, məni əff elə, məni bağışla, sənin hüquqları lazımı qədərində riayət elə bilməmişəm. Peyğəmbər sallallahu aleyhi və səlləm xanım Xədicənin cavabında belə buyurur. Haşa və kəlla. Xeyr, belə deyil. Bu nə sözdür? Ey Xədicə, bu nə sözdür? Ma rəəytu minki təqsirən. Çox əcibdir. Mən deyir, bu vaxta qədər səndən heç bir çatışmayan cəhət görmədim. Ərəb dilinə məlumatı olan bacı qardaşlar bilirlər, bu cümlə nafiyədir və sonda da təqsirən nəkrə formada gəlib. Deyirlər, nəkrə mənfi cümlənin zimnində gələrsə, bu ümumiyyəti çatdırır. Ma rəəytu minkə təqsirən. Ey Xədicə, indiyə qədər mən səndən zərrə qədər də təqsir görməmişəm. Çatışmayan bir cəhət görməmişəm. Fəqət bələxti cuhdik. Sən mənim yolumda, Allah yolunda, din yolunda hər nə bacarırdın, əlindən gələni etdin. Fəqət bələxti cuhdik. Və təibti fi dari. Mənim evimdə, Peyğəmbər bu, mənim evimdə sən dinə xatır, Allaha xatır, həddindən artıq çox yoruldun, çox zəhmət çəkdin. Qayətət təəb. Yəni, nəhayət dərəcədə sən bu yolda mənim üçün, mənim evimdə yoruldun. Və qad bəzəlti əmvalək. Ey Xədicə, sən bütün malın hamısını bağışladın və sərəfdi və bunu istifadə elədin. Nə yolunda? Fi səbilillahi cəmi əmalik. Allah yolunda bütün malı, mülkü, sərvətini sən xərclədin. Bunların hamısı Allah yolunda idi. Baxın, xanım Xədicə, Peyğəmbər buyurursa, bu bir həqiqətdir. Ki, Allah yolunda nəyin var idi, əlindən gələni etdin və bütün malını Allah yolunda xərclədin. Bu bir dənə həqiqətdir. Amma eyni zamanda xanım Xədicə salamullahi əleyha özünü təqsirkar bilir. Biz bəzən təəssüflər olsun, bir dənə iş görürük, hətta Allaha xatir olsa da belə kiçik bir iş və onu öz gözümüzdə böyüdürük ki, baxın, mən bunu elədim, mən elədim. Allaha bir minnət də qoyuruq və intizarımız da var ki, Allah tərəfindən 2 dənə mələk gəlsin, bizə təşəkkür eləsin. Amma xanım Xədicənin mərifətinə bax, bütün malını, mülkünü, sərvətini, öz varlığını Peyğəmbərin xidmətində qərar verib,
Deyir ki, ya Rəsulallah, mənə əff elə, məni bağışla, mən sənin hüquqlarına riayət eləyə bilmədim. Özün müqəssir bilir. Xanım Xədicə salamullahi əleyhanın digər vəsiyyətləri də var idi. O vəsiyyətlərdən də birin birbaşa Peyğəmbərə deməyə həya edir, xəcalət çəkir. Deyir ki, ya Rəsulallah, mənim bir vəsiyyətim də vardı. Mən o vəsiyyəti xanım Fatimiyə deyəcəm ki, qızımız Fatimiyə deyəcəm ki, o sənə çatdırsın. Buyurur ki, xanım Fatimiyə Zəhra gəlir, deyir ki, ey mənim qızım, atana de ki, mən xəcalət çəkdim. Mən artıq ölürəm, dünyamı dəyişəcəm və mən qəbir əzabından qorxuram. Bu da xanım Xədicənin axirət aləminə imanının olmasının ən böyük göstəricisidir. Deyir, mən qorxuram qəbrin əvvəl gecəsində sorğu sualdan, oranın sıxıntısından, qəbir əzabından qorxuram. Atana deyərsən, o əba ki, əynində vardır və vəhiy nazil olanda o əba onun əynində idi, çiynində idi, o əbanı mənim üçün kəfən qərar versin. Bu da xanım Xədicənin əzəmətini və axirət aləmində olan imanı göstərir. Xanım Xədicə salamullahi əleyha bu vəsiyyəti etdikdən sonra xanım Zəhrada gedir atasına deyir. Atası da o mübarək, bərəkətli əynində olan o əbanı götürür, xanım Xədicə salamullahi əleyha verir və onun üçün kəfən vasitəsi olur. Xanım Xədicə yazırlar ki, Peyğəmbər bunu edəndən sonra fəsərrət bihi sururən əzimə. Xanım Xədicə salamullahi əleyha həddindən artıq çox sevindi ki, Peyğəmbər öz əbasını xanım Xədicənin kəfəni qərar verir. Oxuduğum bu hadisə, bu hekayə Şəcəri Tuğba kitabının 223-cü səhifəsində nəqil olunmuşdur. İşarə etdim, xanım Xədicənin bir nigarançılığı da var idi. O da öldükdən sonra xanım Fatimənin tək qalması, məxsusən bəxt evinə gedəndə hər bir qızın anaya ehtiyacı var. Bir sıra məsələlər vardır ki, artıq o anaya deyilə bilər, atıya deyilə bilməz. Əsma bint-i Əmis nəql edir ki, xanım Xədicə salamullahi əleyha xəstəlik vaxtında, yəni ölüm yatağında ağlayırdı. Dedim ki, ey Xədicə, Peyğəmbər sənə vədə verib ki, sən cənnətə gedəcəksən. Sən nə üçün narahatsan, ölümündən qorxursan? Xanım Xədicə buyururlar ki, xeyr, mən ölümdən qorxmuram. Mənim ağlamağımın başqa bir səbəbi vardır. O da bundan ibarətdir ki, mən ölüb gedirəm, amma xanım Fatimə Zəhra salamullahi əleyha tək qalacaq. Bəxt evinə gedəndə onun artıq anası olmayacaq. Mən o günləri düşünüb, o günlər üçün nigaranam və o günlər üçün ağlayıram. Əsma bint-i Əmis deyir ki, ey Xədicə, mən sənə söz verirəm ki, əgər Allah Taala mənə ömür versə, mən diri qalsam, mən xanım Fatimiyə analıq eləyərəm. Deyir, həmin o zifaf gecəsində Peyğəmbər bütün qadınların hamısına deyir ki, artıq evi tərk eləsinlər. Əsma bint-i Əmis tərk eləmir. Peyğəmbər soruşanda ki, məsələ nədir, niyə üçün burada qaldın? Əsma bint-i Əmis Peyğəmbərə deyir ki, ya Rəsulallah, mənim Xədicəyə verdiyim bir söz vardır. O hadisəni, o vəsiyyəti Peyğəmbərə də deyir və o gecə həqiqətən Əsma bint-i Əmis analıq edir xanım Fatimə Zəhra salamullahi əleyha. Bu da digər bir məsələ. Xanım Fatimə Zəhra salamullahi əleyha xanım Xədicə kimi ananı əldən verdikdən sonra həddindən artıq çox narahat olur. Həddindən artıq təbiidir də. Məxsusən əgər ana xanım Xədicə kimi bir ana ola, uşaq da xanım Fatimə Zəhra kimi bir şəxsiyyət ola, çox ona böyük müsibət üz verir. Xanım Fatimə Zəhra həddindən artıq narahat olur. Deyir ki, bu narahatçılığın ucbatından həmişə Peyğəmbərə sığınardı xanım Zəhra və atasına belə deyərdi ki, ya əbəta, əynə ummi. Hər bir uşaq deyir də, Allah eləməsin anasını əldən veribsə, atasına, istədiyin yaxınına gedir ki, anam hardadır, mən anamı istəyirəm. Deyir, Cəbrail əleyhissalam nazil olur və Peyğəmbərə belə buyurur ki, Rabbuka yəmurka ən tuqrə Fatimətə əs-səlamə. Cəbrail nazil olur, Peyğəmbərə deyir ki, ya Peyğəmbər, Allah Taala sənə əmr edir ki, mənim tərəfimdən xanım Fatimə Zəhraya salam deyəsən. Və təqulə ləhə, Fatimiyə deyə ki, innə umməki fi beytin min qəsəb. Narahat olmasın. Sənin anan cənnətdədir. Orada cənnətdə
olan o bağda, o qəsrdəki, saraydakı olan xüsusiyyətinə işarə edir. Buyurur ki, o Beyn-i Asiyyətə və Məryəm bintə İmran. O Asiyə ilə İmran qızı Məryəmin kənarındadır. Xanım Fatimə Zəhra salamullahi əleyhə bu müjdəni eşidəndən sonra buyurur ki, İnnəllahu vəssalam. Allah salamdır və minhus salam və ileyhis salam. Allah özü salamdır. Ondan da gələn də salamatçılıqdır və ona gedən də salamatçılığı xanım Zəhranın kəlamlarından biridir. Oxuduğum bu hekayədə, bu rivayətdə Əmali kitabının 170, Şeyx Tusinin Əmali kitabının 175-ci səhifəsində nəql olunmuşdur. Hamınızı Allaha tapşırıram. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.